Qüvvə qabiliyyəti. Qüvvə qabiliyyəti nədir? Qüvvə qabiliyyəti əzəli təkərrüsünün hesabına xarici müqavimətin dəf edilməsidir. Qüvvə qabiliyyətin belə bir növləri var. İndi maksimal, maksimal da bölünür nisbi və mütləq qüvvəyə. Nisbi və mütləq qüvvəyə bölünür maksimal. Sonra partlayış növü var, reaktivliyi var, sürətli qüvvənin növləridir bunlar. Və qüvvə qabiliyyətində dediyim mütləq və nisbi qüvvə var. Maksimal bölünür mütləqə və nisbiyə. Mütləq qüvvə budur ki, şagird öz çəkisinə asılı olmayaraq hansısa bir yükü dəf etməlidir. Öz çəkisinə asılı olmayaraq. Ona biz veririk, tutalım ki, çəkisi 50 kg-dır, veririk ona 70 kg. Çəkisinə asılı olmayaraq o fiziki yükü dəf edilməsidir. Bu mütləq qüvvədir. Və yaxud da turnikə dartınır, hansısa bir yük veririk və dartınır o yükü. Dartınır o yüklə. Deməli, bu nədir? Mütləq qüvvədir. Nisbi qüvvə, baxın, bu nisbi qüvvə. Bu oldu bizdə mütləq qüvvə. Nisbi qüvvə isə öz çəkisinə uyğun nisbətən bu fiziki yükü dəf edilməsidir, xarici müqavimətin dəf edilməsidir. Tutalım ki, turnikdə dartılma. Turnikdə dartılma nədir? Qüvvə qabiliyyətdə bu nisbi qüvvədir. Nisbi qüvvədir. Sonra var, baxın, təkan qüvvəsi var. Təkan qüvvəsi nədir? Maksimal qüvvə sərf edərək möhkəm itələmə və itələnmə. Bu təkan qüvvəsidir. Partlayış qüvvəsi. Dediyim partlayış qüvvəsi nədir? Qısa vaxt ərzində maksimal qüvvə göstərməkdir. Yerindən uzaq tullanmadır. Baxın, sürətgüc qabiliyyətində. Deyir ki, sürətgüc qabiliyyətində partlayış qüvvəsindən istifadə edirik. Və partlayış qüvvəsində sürətgücdə istifadə olunur. Zərbə qüvvəsi. Zərbə qüvvəsi budur ki, maksimal qüvvə sərf edərək kəskin zərbə endirməkdir. Bu zərbə qüvvəsidir. Bir də var lənc qüvvə. Lənc qüvvə isə nisbətən yavaş hərəkətləri qüvvə sərf etməklə yerinə yetirilməsidir. Bu lənc qüvvədir. Qüvvənin belə bir metodları var. Piramida. Piramida nədir? Piramida çoxdan aza edilməsidir. Tutalım ki, turnikdə birinci şagird 10 dəfə dartındı. Sonra 9 dəfə, 8 dəfə. Çoxdan aza doğru gedir. Tutalım ki, piramida kimi. Piramida belə bir şeydir, piramida. Çoxdan aza gedir. Piramida metodu adlanır. Piramida. Dairəvi metodudur. Dairəvi metod kompleks şəklində hərəkətlərin yerinə yetirilməsidir. Dairəvi metod. Tutalım ki, ümumi məsələlərində biz ümumiyyətlə qüvvə qabiliyyətini 4 istiqamət üzrə inkişaf etdiririk. Yuxarı ətrafların qüvvə qabiliyyətinin inkişaf etdirilməsidir. Aşağı ətrafların qüvvə qabiliyyətinin inkişaf etdirilməsidir. Bədən ön ətraf əzələ qüvvəsinin inkişaf etdirilməsidir və arxa ətraf əzələ qüvvəsinin inkişaf etdirilməsidir. Birinci bu dairəvi metodla tutalım ki, bir nümunə kimi deyim. Deyək ki, tutalım ki, burada birinci jimdir. Jim etdi. Jimdən sonra nə edə bilər? Bir ayaq üzrə oturub qalxır. Bir ayaq üzrə oturub qalxmaq. Oturub qalxmaq. Sonra ön ətraf əzələ qüvvəsini necə inkişaf etdirir? Nümunə kimi. Press hərəkətidir. Press. Və arxa ətraf əzələ qüvvəsini isə ağız aşağı uzanır və başını yuxarı qaldırır, sallaşır. Deməli, bu nə oldu? Kompleks şəklində hərəkətlərin yerinə yetirilməsidir. Bu aiddir bizdə dairəvi metoda. Dairəvi metodda. Maksimal səy metodlarını inkişaf etdirmək olar. Zərbə metod mümkündür, zərbə metodla. Bu metodlarla biz inkişaf etdiririk qüvvə qabiliyyətini.
Qüvvə dözümlüyü var. Qüvvə dözümlüyü nədir? Qüvvə dözümlüyü uzun müddətli əzələ gərginliyin tələb edən qüvvənin formasıdır. Və bu iki yerə bölünür. Statik və dinamik. Statik, dinamik. Və dinamik qüvvə dözümlüyü nədir? Ağır hərəkətlərin aşağı tempdə davamlı icrasıdır. Qüvvə. Nümunə kimi deyək. Nümunə kimi deyək, burada deməli, turnikdə deyək, dartınır. Bu nədir? Dinamik qüvvədir. Dinamik qüvvədir. Amma statik qüvvə isə nədir? Çıxış vəziyyətindən dəyişmədən əzələnin gərgin vəziyyətdə uzun müddət saxlanılmasıdır. O ola bilər, qüvvədə deyək, tutalım ki, ştanqanı tutub saxlayır. Qantelləri tutub saxlayır. Qantelləri tutub saxlayırsa nədir? Əzələ gərginləşir də. Bu statik qüvvə gedir. Qantelləri tutub saxlayırsa. Növbəti. Bunun iki komponenti var qüvvə qabiliyyətinin. Ümumi qüvvə və qüvvə dözümlüyü. Dediyimiz kimi, ümumi təhsil müəssisələrində 4 istiqamət üzrə biz qüvvə qabiliyyəti inkişaf etdiririk. Yuxarı ətraflı əzələlərin qüvvə qabiliyyəti inkişaf etdirilməsidir, aşağı ətraf əzələlərin qüvvə qabiliyyəti, ön ətraf əzələlərin qüvvə qabiliyyəti və arxa ətraf əzələlərin qüvvə qabiliyyəti inkişaf edilməsidir. 4 istiqamət üzrə. Yuxarı ətrafları deyəndə baxın, bu yuxarı ətraflardır. Qoldur. Turnikdə dartılmadır. Əllər dayaqda qolların büküb açılmasıdır. Hamısı qol ətrafları. Qol ətrafları, qollar gərginləşirsə, qol əzələləri gərginləşirsə, bu nədir? Yuxarı ətrafların qüvvə qabiliyyəti inkişaf edilməsidir. Hantellərlə hərəkət edir. Deməli, nədir? Yuxarı ətrafda qola aiddir. Qol ətrafları. Qolun inkişafı. Qol ətraflarıdırsa, deməli qoldur. Və yaxud da qızlar alçaq turnikdə sallanmış vəziyyətdə dartılmadır qızlarda. Sonra uzanaraq dayaqdan dairəvi hərəkətdir. Qolları arxa dayaqdan büküb açmaqdır. Paralel qollarda irəliləmədir. Hantellərlə hərəkətlərdir. Dayaqda irəliləmə şaqlıq, kanat və şüvüllə ayaqların köməyi ilə almadan dırmaşmaqdır. Divara dayaqdan qolların büküb açılması. Hamısı bu nədir? Yuxarı ətraflarda. Deməli, yuxarı ətrafları qol əzələləri işləyirsə, bu nədir hamısı? Yuxarı ətrafların qüvvə qabiliyyəti inkişaf edilməsidir. Aşağı ətraflara baxar. Aşağı ətraflarda isə ayaqdır. Ayaq əzələləri gərginləşirsə, müqavimət dəf edilirsə, deməli, nədir bu? Aşağı ətrafların qüvvə qabiliyyəti. Baxın, bir yarısı oturub qalxmaq aşağı ətrafların qüvvə qabiliyyəti inkişaf etdirir. Və yaxud da ümumi oturub qalxmalardır. Yarım oturuşu irəliləmə, qaz yerişi, hoppanma, qurbağavari hoppanma nədir? Aşağı ətrafların qüvvə qabiliyyəti inkişaf etdirir. Aşağı ətrafların. Hamısı aşağı ətraflardır. Bunlardır. Yarım oturuşda irəliləmədir. Oturuşda əllər boyun ardınca olmaqla irəliləməkdir. Gimnastika skamya üzərində sağa sola yerinə tullanmalardır. Oturuşda qurbağavari hoppanmadır. Üfüqi skamya üzü aşağı uzanmaq, pəncərənin ağırlıqla bərkidilmiş ayağın diz oynağından büküb açmaqdır. Bunlar hamısı aşağı ətrafların qüvvə qabiliyyəti inkişaf etdirir. Aşağı ətrafların. Bədənin ön ətraflarının qüvvə qabiliyyətini necə inkişaf etdirə bilərik? Bunlar hansıdır? Baxın, pres hərəkətdir. Pres. Və yaxud da ayaqların arasına baxın, top qoyur, ayaqları qaldırır, sallaşır, presdir. Ya da gimnastika pilləkəndə sallanır və 90 dərəcə bucaq saxlayır. Ayaqlarını qaldır yuxarı və 90 dərəcə bucaq saxlayır. Hamısı bu ön ətrafların qüvvə qabiliyyəti inkişaf etdirir. Və arxa tərəf əzələlərin qüvvə qabiliyyətini necə inkişaf etdirmək olar? Ağzı aşağı uzanır və başını arxaya önə edir. Arxa tərəf əzələlərin qüvvə qabiliyyətidir. Bu hərəkət, baxın, hansı ətrafların sizcə qüvvə qabiliyyəti inkişaf etdirir? Siz mənə yazın. Baxın, bu hərəkət.
Görün biləsiniz. Baxın bu hərəkət. Müəllimlər yazın. Arxa. Bəli. Arxa ətrafların qüvvə qabiliyyəti inkişaf edilməsi. Sinə deyil. Arxa ətrafları. Çünki başın turnikinin qabağından edir. Arxa ətrafların qüvvə qabiliyyəti inkişaf edilməsidir. Arxa ətraflar qüvvə qabiliyyəti. İndi bunun təzahür amillərinə baxaq. Deməli, qüvvə qabiliyyətinin təzahür amilləri bunlardır. Birinci, əzələnin en kəsiyi. Əgər əzələnin en kəsiyi gördünüzsə, avtomatik bunu götürün qüvvə qabiliyyəti. Sonra, əzələ liflərin xüsusiyyəti. Əzələ liflərin xüsusiyyəti varsa, qüvvə qabiliyyəti. Amma sürət qabiliyyətini belə gedirdi ki, əzələ liflərin xüsusiyyəti və sürətli əzələ liflər, onda sürət idi. Yalnız əzələ liflərin xüsusiyyəti varsa, aiddir qüvvə qabiliyyətinə. Əzələ reaktivlik və onun elastiklik xüsusiyyəti. Reaktivlik və elastiklik xüsusiyyəti varsa, aiddir qüvvə qabiliyyətində. Xüsusiyyəti sürət və sürətgüzdə xüsusiyyətlər yox idi. Ona görə onda həm sürət idi, həm də sürətgüzdür. Əlavə xüsusiyyətlər əlavə olundu, o zaman qüvvə qabiliyyətidir. Eyni hərəkətdə iştirak edən müxtəlif qrup sinergis əzələrin optimal qarşılığı əlaqəsi. Sinergis və antagonist əzəllər nədir? Kim deyər? Kim bilir bunu? Divanla məşğul olan müəllimlər. Kim bilir? Sinergis və antagonist əzəllər nədir? Kimdir? Kim deyər? Müəllimlər. Sinergis və antagonist əzəllər nə deməkdir? Necə boş olan müəllim? Yaxşı, bunu bilməyəsiniz. Sinergis və antagonist. Antagonist əzəllər budur ki, qantel deyil mənim əlimdə. Mən qanteli açıram, yumuram. Açıram, yumuram qantellə qolumu. Açıram, yumuram. Bu nədir? Bu aiddir antagonist əzəllər. Antagonist əzəllər gedir, qayıdır. Gedir, qayıdır. Bu antagonist əzəllərdir. Amma sinergis əzəllər budur ki, bir istiqamətdə işləyir. Nümunə kimi deyək. Qanteli tutub saxlayır əlində. Statik hərəkətdə bir istiqamətdə işləyir əzəllər. Amma əzələ gedib gəlirsə, bu antagonist əzəllərdir. 5-ci, baxaq. Antagonist və sinergik əzəllərin koordinasiyası. Deməli, antagonist və sinergik əzəllər varsa nədir? Deməli, aiddir qüvvə. Bu hərəkət, baxın, qız uşağı indi bunu saxlayıb belə. Hansı əzəlləri bunda? Sinergik əzəllərini inkişaf etdirir də, sinergik əzəlləri. Amma aparıb gətirirsə, açır yumur. Baxın, bunu açır yumur. Burada açır yumursa, onda bu nədir? Antagonist əzəllər. Açılıb yumulması, antagonist əzəllər. Antagonist. Əzələ fəaliyyətini nizamlayan sinir impulsları. Əgər siz sinir impulsları gördünüzsə, avtomatik bunu götürməlisiniz qüvvə qabiliyyəti. Sonra icra olunan hərəkətlər və icra rejiminin səmərəliliyi. Hərəkəti sən düzgün edirsən və onun səmərəliliyini görürsən, əzələyə təsir göstərdir. İcra olunan hərəkətlər və icranın rejiminin səmərəliliyi. Və sonuncu, maddələr mübadiləsi. Gördünüz, avtomatik bu qüvvədir, maddələr mübadiləsi. Digər hər iki qabiliyyətlərdə yoxdur maddələr mübadiləsi. Bu qüvvənin, deməli, təzahür amilləridir. Keçək indi sevişlik qabiliyyətinə. Sevişlik qabiliyyəti nədir? Yeni hərəkətin tez, asan, optimal həll variantının tapılmasıdır. Və nümunə kimi deyək. Deyək, basketbolda topu çilə-çilə gedir, elədir ki, top onun əlindən alınmasın. Optimal həll variantını tapır. Bu sevişlik qabiliyyəti. Və sevişlik qabiliyyətini ümumi məsələlərində ümumi və sevişlik istiqamətində inkişaf etdirmək olur ümumi məsələlərdə.
xüsusi çeviklik, ümumi və xüsusi çeviklik. Ümumi çeviklik nədir? Müxtəlif hərəkət fəaliyyətinin idarə edilməsidir. Ümumi aiddir. Ümumi təhsil məsələlərini ümumidə inkişaf edir. Müxtəlif hərəkət fəaliyyətinin idarə edilməsi ümumidir. Amma xüsusi çeviklik nədir? Hər hansı bir sahə üzrə, ixtisas üzrə hərəkət fəaliyyətinin idarə edilməsidir. Xüsusi isə tutalım ki, basketbolçu öz məşğələsində basketbolla məşğuldur, futbolçu öz məşğələsində futbolla məşğuldur, bəli, idman növü üzrədir. Bu aiddir xüsusi çevikliyə. Amma ümumi çeviklik ümumi təhsil müəssisələrində əsasən biz inkişaf etdiririk. Ümumi çevikliyə aiddir. Çeviklik qabiliyyətinin 3 komponenti var. Hərəkətin koordinasiya çətinliyi, hərəkətin icra dəqiqliyi, hərəkətin icrasına sərf olunan vaxt. 3 komponenti var çeviklik qabiliyyətinin. Və çeviklik qabiliyyətinin deməli baxın, koordinasiya və müvazinət. Müvazinət iki yerə bölünür. Statik və dinamik. Statik müvazinət budur ki, sən hərəkət fəaliyyətdə yer dəyişmə etmirsən. Bir istiqamətdə durursan. Leylək duruşu, xoruz duruşu, qaranquş duruşu. Bunlar hamısı nədir? Statik müvazinətdir. Amma dinamik müvazinət budur ki, baxın, şagird əli üzərinə topa qoyur, yeriyir. Bu dinamik müvazinətdir. Topun baxın, bir-birinə ötürülməsi. Bu çevikliyi inkişaf etdirir. Çevikliyi qabiliyyətdir. Çeviklik. Bu dəqiqlikdir. Dəqiqlikdir. Dəqiq bir-birinə ötürür. Kimsə var. Və yaxud da basketbol topunu səbətə atır. Nədir bu? Dəqiqlikdir. Bu müvazinəti saxlayır. Baxın, bu müvazinəti saxlayır bu şagirdlər. Müvazinət dediyi dinamik olur və statik olur. Qaranquş duruşu statik müvazinətdir. Dəqiq icranın inkişaf etdirilməsi 3 yerə bölünür. Şəraitə görə fərqləndirmə, hədəf dəqiqliyi və ölçmə dəqiqliyinə görə. Ölçmə dəqiqliyi nədir? Tutalım ki, basketbolçu dəqiq hansı dərəcə bucaq altına atacaqsa topu səbətə düşəcək. Ölçmə dəqiqliyi gedir bu. Ölçmə dəqiqliyi. Ki, basketbolçu topu səbətə atırsa bu nədir? Çeviklikdir. Dedik ki, və şəraitə görə fərqləndirmə səmt və məsafə fərqi əsas götürülür. Səmt və məsafə götürülür ki, bu məsafədə, bu səmtdə mən topu ata biləcəm. Bu, nədir bu? Şəraitə görə fərqləndirmə. Ümumi çeviklik və xüsusi çeviklik dediyin nə olan bir şeydir? Biz ümumi təhsil müəssisələrində çeviklik qabiliyyətini belə inkişaf etdiririk. Tutalım ki, məkik qaçışdır, akrobatik hərəkətlərdir, çeviklik inkişaf etdirir, akrobatik hərəkətlərdir. Topla estafet yarışlardır. Nədir topla estafet yarışları? Aiddir çeviklik qabiliyyətinə. Və yaxud da müvazinət hərəkətlərdir. Gimnastika ağacı ilə topa, deyək, tutalım ki, kitab qoyur başına və onunla yeriyir. Müvazinətdir. Bizim özümüzün yerişimiz koordinasiyadır. Və uşaq tutalım ki, nümunə kimi deyim, bir yaşı var uşağın, durur, yeriyir, dəyir yerə. Durur, yeriyir, dəyir yerə. Axırda koordinasiyasını düzəldir və yeriyir. Bizim özümüzün yerişimiz, hamısı bu nədir? Bu aiddir, deməli, bizdə koordinasiya, çevikliyə aiddir. Müvazinət, çeviklik varsa, koordinasiya varsa, bu çeviklik qabiliyyətdir. Çevikliyə aiddir. Bunu belə yadda saxlayın. Təzahür amillərinə baxaq. Deməli, şagirdin hərəkəti təhlil etmə və dərk etmə qabiliyyəti. Təhlil etmə varsa, yalnız aiddir çevikliyə. Hərəkət analizatorların fəaliyyətindən. Hərəkət analizatorları varsa, yalnız aiddir çevikliyə. Hərəkətin koordinasiya çətinliyi çeviklikdir. Və çevikliyin sıx əlaqəsi var hansı hərəkət qabiliyyətlərinə, dözümlüyünə sıx əlaqəsi var çeviklik qabiliyyətinin. Daha doğrusu sürət güclə və əyilgənlik qabiliyyətlə sıx əlaqəsi var çeviklik qabiliyyətinin. Dəqiqlə.
sürət güc bəqlə sıx əlaqəsi var. Bəli. Sonra şagirdin cəsarət və qətiyyətindən idmançının təcrübəsi və ümumi hazırlıq səviyyəsi. Ümumi hazırlıq səviyyəsi. Bunlarla deməli bu təzahür amillərdir. Bu yalnız təzahür amillər hamısı çevişiyə aiddir. İdman oyunları əsasən çevişiyi inkişaf etdirir. İdman oyunları. Baxın dedik, topla yer dəyişmələr, estafet oyunlardır, istiqamət dəyişmələr qaçışlardır, sürət və istiqaməti dəyişmələr, süni və təbii maneələr keçməyə qaçışlardır, topla və topsuz məhkik qaçışlardır, müxtəlif şəkilli topların hədəfə atılmasıdır. Sonra hərəkət, reaksiyası və sürət üçün hərəkətlərdir. Nişanlanmış sahələrdə istiqaməti dəyişmələr, sahişlər, qaçışlar. Demək, baxın, qaçır istiqaməti dəyişir, çeviklikdir. Amma qaçır sürətli istiqaməti dəyişirsə, bu sürətdir. Sürət sözü varsa, aiddir sürətə. Amma adicə qaçır istiqaməti dəyişirsə, bu aiddir çeviklik qabiliyyətinə. Maneələr və sədlərlə sıçramanla qaçışlardır. Maneəli aşma aid deyil, maneəli aşma aiddir bəqə. Ona aiddir. Akrobatik hərəkətlər aiddir, deməli, çeviklik qabiliyyətinə. Müvazin hərəkətlər aiddir çeviklik qabiliyyətinə. Və çeviklik qabiliyyətin hansı funksional sistemi ilə sıx əlaqəsi var? Mərkəzi sinir sistemi ilə sıx əlaqəsi var və əzələ sistemi ilə sıx əlaqəsi var. İndi keçək dözümlüyə. Dözümlük nədir? Dözümlük uzun müddətli hərəkəti yerinə yetirilməsidir. Yorulmadan uzun müddətli hərəkəti yerinə yetirilməsidir. Dözümlüyün belə bir növləri var. Ümumi və xüsusi növləri var. Və iki komponenti var dözümlüyün. Bunlar hansıdır? Ümumi dözümlük və sürət dözümlüyü. Ümumi dözümlüyü aerob imkanlarında yerinə yetirilir, oksigenlidir və oksigeni nədir? Harada ki, daha çox oksigen qəbul edirsənsə, uzun müddətli qaçışlardır, deyək tutalım ki, 800-1000 metr qaçışdır, oksigen qəbul edirsə, tənginəfəslik yaranırsa, deməli, bu nədir? Ümumi dözümlükdir. Ümumi dözümlüyə aiddir silsiləli idman növləri. Silsiləli idman növləri də hansıdır? Bir dövrdə yerinə yetirilən hərəkətlərdir. Bir dövrdə hansıdır? İdman yerişidir, qaçışdır, velosiped sürməkdir, üzgüçülükdür, avar çəkmədir. Bunlar hamısı ümumi dözümlükdür. Amma xüsusi dözümlük isə oksigensizdir, bir nəfəsədir. Tutalım ki, deyək 100 metr qaçış. Bu xüsusi dözümlükdür. Bu 100 metr bir neçə səfər qaçırsa, bu xüsusi dözümlükdür. Xüsusi dözümlüyün baxın növləri hansıdır? Sürət dözümlüyü. Sürət dözümlüyü ola bilər 400 metr qaçış. 400 metr qaçış. Sürət güc dözümlüyü. Bu uzun, çox sayılı atılması. Baxın, tenis topun çox sayılı atılması. Və yaxud da sürət dözümlüyüdə 100 metrdən çox sayılı qaçır. Tam ki 5 dəfə qaçır. Bu nədir? Xüsusi dözümlüyə aiddir. Sürət dözümlüyü. Koordinasiya dözümlüyü var və qüvvə dözümlüyü var. Qüvvə dözümlüyü isə bölünür. Dinamik qüvvə dözümlüyü və statik qüvvə dözümlüyü. Nümunə kimi deyək, dinamik qüvvə dözümlüyündə turnikdə bir neçə dəfə artınır qüvvə dözümlüyü. Deyək, 35 dəfə qüvvə dözümlüyüdür. Amma statik qüvvə deyəndə turnikdə uzun müddətli sallanır. Statik qüvvədir, uzun müddətli sallanma turnikdə. Deməli, baxın, sürət dözümlüyü nədir? Yorulmadan uzun məsafənin qət edilməsidir, sürətin saxlanılmasıdır. Sürət güc dözümlüyü nədir? Yorulmadan qüvvə tələb edən hərəkətlərin sürətli icrasıdır. Sürətli icrasıdır. Koordinasiya dözümlüyü nədir? Çətin texniki hərəkətlərin dəfələrlə və sürətli təkrarlanmasıdır. Qüvvə dözümlüyü nədir? Yorulmadan qüvvə, baxın, hamısında yorulmadan qüvvə tələb edən hərəkətlərin davamlı icrası, davamlı, yorulmadan hərəkətlərin yerinə yetirilməsidir. Dinamik dözümlüyü nədir? Ağır əzələ hərəkətlərin nisbətən sakit tempdə, amma lakin uzun müddətli icrasıdır. Statik dözümlüyü nədir? Əzəl gərginliyin uzun müddətli saxlanmasıdır. Statik dözümlüyü tutalım ki, dediyimiz kimi turnikdə sallanır. Qüvvə
statik qüvvə dözümlüyüdür. Dözümlüyə baxın, xarici göstəricilər ikidir. İki cürdür. Bunlar hansıdır? Deməli, xarici və daxili. Göstərici iki cürdür. Xarici nədir? Qaçışlardır. 1000 metr qaçış, 1500 metr qaçış, sonra deyək 2000 metr qaçışda uzun müddətli hansı bir hərəkəti yerinə yetirsəniz, bu xaricidir. Amma daxili bizim funksional sistemimizdir. Ürək damar sistemidir, tənəffüs sistemidir. O dərhal uzun müddətli yerinə yetirdin, ürək damar sistemi başlayır fəaliyyətə, tənəffüs sistemi. Bunlar hamısı nədir? Bunlar aiddir daxiliyə. Dözümlülük qabiliyyətinin belə bir hərəkətlər inkişaf etdirmək olar. Çox bəhli estafetlərdir, enişi yoxuşu yerlərdə komandalar cross qaçışlardır. Suni və təbii maneələri dəf etməli qaçışlardır, uzun müddətli estafetlərdir. İndi bunun təzahür amillərinə baxaq. Baxın, əgər burada görürsünüzsə, aerob varsa oksigenli, orqanizm aerob imkanlı və idmansız yaşayır. Aerob varsa avtomatik siz bunu dözümlü götürürsünüz. Hərəkətin oksigen sərfinin həcmi və idmansız enerji ehtiyatı. Oksigen varsa dərhal bunu dözümlü götürürsünüz. Texniki ustalıq yalnız dözümlükdədir. Səmərəli amillər yalnız dözümlükdədir. Bir anaerob mübadiləsinin həddi anaerobdan keçir aeroba həddidir. İdmansının güc və sürət imkanları. Baxın, sürət güclə bunu çaşdırmayın. Güc və sürət aiddir dözümlüyə. Əzələ işini yerinə yetirərkən və yorulma zamanı fizioloji funksiyanı dayanırlar. Yorulma varsa avtomatik dözümlüdür. Və bərpa proseslərində sürəti aiddir dözümlüyə. Və dözümlülük qabiliyyətində baxın, dözümlülük qabiliyyətində hansı funksiyanal sistemin sıx əlaqəsi var? Hərəkət aparatı ilə, ürək damar sistemi ilə, tənəffüs sistemi ilə sıx əlaqəsi var. Hansı hərəkət qabiliyyətinə sıx əlaqəsi var? Əyəcənliyi və sürət güclə və hansı metodlarla inkişaf etdirmək olar dözümlüyə? Rəvan, dəyişkən, təkrar, interval, tatbiq metodları. Amma sevişlik qabiliyyəti hansı metodlarla inkişaf etdirmək olar? Təkrar seriyalı, oyun, yarış, dəyişkən metodlar və qüvvəni də dediyimiz kimi imtinaya qədər piramida, dairəvi, zərbə metodlarla inkişaf etdirmək olur. Və qüvvə qabiliyyətində hansı funksional sistemi ilə sıx əlaqəsi var? Ürək damar sistemi ilə, dairə hərəkət aparatı ilə, əzələ sistemi ilə sıx əlaqəsi var. Sevişiyin dediyi mərkəzi sinir sistemi, əzələ sistemi ilə sıx əlaqəsi var. Və sevişiyin də hansı hərəkət qabiliyyətinə sıx əlaqəsi var? Sürət güc, əyəcənliyi ilə. Amma dözümlülük isə əyəcənliyi və sürət güclə sıx əlaqəsi